7 dağ alması. Biri var idi, biri yox idi. Günlərin bir günündə bir padşah var idi. Bu padşahın bir qızı var idi. Adı da Pərinuş xanımdı. Pərinuş o qədər gözəl idi ki, dünyada elə gözəl qız yox idi. Ölkələrdən yığın-yığın padşah, vəzir, tacir oğulları Pərinuş xanıma elçi göndərirdilər. Amma Pərinuş xanım heç kimə razılıq vermirdi. Bir gün padşah qızı Pərinuşu çağırtdırıb xəbər aldı ki, "Qızım, gündə onlarla elçi gəlir. Nə deyirsən? Kimi bəyənirsən de, o adama da nigah kəsdirək." Pərinuş dedi: "Mehriban ata, mən ərə getmək istəmirəm." Padşah dedi: "İndi ki belə oldu, öz ixtiyarın özündədir. Kimi istəsən, ona da gedə bilərsən." Pərinuş durub atasının yanından gəldi öz otağına. Çox fikir elədi, amma ürəyicə olan bir adam tapa bilmədi. Aradan bir neçə müddət keçdi. Pərinuş çox darıxmışdı. Atasına bir belə kağız yazdı ki, "Mehriban ata, anam ölən gündən bəri sənin bağına gəzməyə getməmişəm. İcazə ver, gedim bağa." Yazıb kağızı göndərdi atasına. Padşah kağızı alıb oxudu. Gördü ki, qızı Pərinuş bağa getmək istəyir. Bağban üçün xəbər göndərdi ki, "Qızım bağa gələcək. Bağı səliqə-səhmana sal. Bir nəfər kişi cinsindən bağda olsa, vay sənin halına." Bağban bu xəbəri eşidən kimi düşdü əl-ayağa. Bir gün ortaya bağı səhmana salıb padşaha xəbər göndərdi ki, bağ hazırdır. Pərinuş 40 qızları götürüb gəldi bağa. Pərinuş gördü ki, bağban bağı çıl-çırağban eləyib. Burada güllər, bülbüllər, hər nə meyvə istəsən vardı. Baxdıqca adam həsəd aparırdı. Ətirli bir çəmən üstə taxtın qurub başladılar çalıb oynamağa. Yemək vaxtı çatdı. Yemək yeyildi. Pərinuş yeməkdən sonra yıxılıb yatdı. Pərinuş yumşaq yataqda yatmışdı. 40 qız da yanında onun qarovulunu çəkirdi. Mən isə sizə xəbər verim kimdən? Bağbanın oğlu İbrahimdən. Bağban oğlu İbrahim işdən gəlirdi. Çox bərk yorğun idi. Girib bağa gördü ki, heç kəs yoxdur. Çıxıb hovuz üstə əl üzünü yuyub yıxılıb yatdı. Bir vaxtı Pərinuş yuxudan ayılıb 40 qıza dedi ki, "Siz burada olun, mən gedim hovuz üstə əl üzümü yuyum, gəlirəm." 40 qız orada qaldı. Pərinuş isə kölgəliyini əlinə alıb üz qoydu hovuza tərəf. İstədi çıxıb əl üzünü yuya, nəfəs eşitdi. Tez dönüb bir neçə qədəm getdi, istədi 40 qızı çağıra harayına, sonra da özlüyündə dedi: "Qoy tək gedim, görüm kimdə atamın bağında belə rahat yatıb." Pərinuş özün getirdi qaysı ağacının altına. Bir o yana, bir bu yana baxıb gördü ki, yumşaq göy otun üstündə bir oğlan yatıb. Üzünə cib yaylığı salıb. Pərinuş sol əlini vurub belinə, sağ əlini uzadıb oğlanın üzündən yaylığı götürüb atdı. Görən kimi tanıdı ki, bu bağbanın oğlu İbrahimdir. İbrahim çox gözə şirin oğlan idi. Pərinuşla da həmyaşıddı. Pərinuş dizin vurub yerə bir xeyli İbrahimə baxdı. Məhəbbətin saldı ürəyinə dedi ki, gərək İbrahimə ərə gedəm. Əlindəki ətirli yaylığı çəkib İbrahimin üzünə, oturdu başının üstündə. İstədi oyada İbrahimi, biraz gülüb danışa qıymadı. Bu tərəfdən də qızlar Pərinuşu çox gözlədilər. Axır gördülər ki, Pərinuş gəlib çıxmadı, durdular çağırmağa. Pərinuş qızların səsini eşidən kimi durub ayağa qızları çağırdı. Qorxdu ki, sirri açıla. Qızlar gəlib çatdılar. Pərinuş dedi: "Ey utanmazlar, məyər bilmirsiniz ki, mən bağdayam? Bu kimdir yatıb burada? İndi atam bilsə, hamınızın boynunu vurdurar." Qızların hamısı yarpaq kimi Pərinuşun qabağında əsirdilər. Pərinuş əmr verdi ki, İbrahimi götürüb aparsınlar öz otağının altındakı otağa. Özü İbrahimin tənbihini edəcək. Qızlar havanın qaralmasını gözlədilər. Qaş qaralan kimi İbrahimi götürüb gəldilər Pərinuşun otağının altındakı boş bir otağa. İbrahimi otaqda qoyub çıxıb getdilər. Pərinuş tez özünü İbrahimə yetirdi. İbrahim ayılıb gördü ki, o bağda yatmışdı, amma indi evdədir. Özü də padşah qızı oturub baş üstündə.
İbrahimi xof götürdü. İstədi Pərinuşu qoyub qaça. Pərinuş İbrahimin qarşısını kəsdi və dedi: İbrahim, qaçma, səni mən götürmüşəm bura. İbrahim bir şey başa düşmədi. İstədi gedə. Pərinuş İbrahimin qabağını tutub yenə qoymadı. İbrahim dedi: Xanım, mən bir baban oğlu, sən bir şah qızı, mən hara, sən hara? Pərinuş baxıb gördü ki, İbrahim onu sınaqdan keçirir və dedi: Gəl məni sınaqdan keçirmə. Göz görüb, könül sevib. Atam min deyə, mən sənə ərə gəlmək istəyirəm. İbrahim Pərinuş xanımdan keçə bilmədi və onlar qucaqlaşdılar. Pərinuş dedi: İbrahim, gərək bu işi tez qurtaraq. İbrahim dedi: Qorxuram bir şey çıxmayacaq. Pərinuş dedi: Niyə bir şey çıxmaz? İbrahim cavab verdi: Atan səni mənə verməz. Pərinuş dedi: Qorxma, mən özümü naxoşluğa vuraram. Ta o vaxta qədər ki, bütün həkimlərdən atamın əli üzüldü, sənə xəbər göndərərəm, sən gəlib atamla şərt bağlayarsan. O şərtinin üstündə duracaq. Ad olar ki, məni naxoşluqdan sən sağaltmısan. Sonra da evlənərik. İbrahim razı oldu. Səhər açıldı, Pərinuş özünü vurdu naxoşluğa. Atası üçün xəbər göndərdi. Padşah Pərinuşun naxoş olmasını bilib, durub gəldi qızının yanına. Pərinuş atasının gəlməyini bilib, tez üzünə zəfəran çəkib rəngini sarımtıl eləyib girdi yerinə. Padşah gəlib Pərinuşun yanına, qızın əhvalını xəbər alıb gördü ki, qızının dili ağzı tutulub, heç danışmır. Sir-sifəti elə dönüb ki, elə bil meyitdir. Padşah tez durub ayağa, gedib çıxdı taxtına, vəziri çağırtdırıb dedi: Vəzir, şəhərimdə nə ki həkimlər var, çağır, gəlib qızıma əlac eləsinlər. Qızımın əhvalını çox pis görürəm. Vəzir baş əyib getdi. Şəhərlərdə həkim qalmadı ki, onu çağırmasınlar. Amma heç biri Pərinuşu sağalda bilmədi. Padşaha xəbər üstündən gedirdi ki, bəs qızın Pərinuşun halı gündən-günə xarab olur. Padşahın axırda əlacı kəsilib əmr verdi ki, hər kim qızın Pərinuşu sağaltsa, qızımın kəbinini kəstirib sağaldan adamı verəcəyəm. Yazılıb divarlara vuruldu. Hər kim oxuyurdu, deyirdi ki, o qız sağalmaz, getməməyimiz yaxşıdır. Sizə kimdən deyim? İbrahimdən. İbrahim Pərinuşdan xəbər alan kimi özünü yetirdi padşahın yanına. Baş əyib, ədəb salamın yerini yetirdi. Padşah İbrahimdən xəbər aldı ki, niyə gəlmisən? İbrahim dedi: Gəlmişəm qızınız Pərinuşu sağaldam. Padşah dedi: Çox yaxşı, neçə günə, nə şərtlə? İbrahim dedi: 2 gün möhlət ver mənə, əgər qızını sağaltsam, qızın mənimdir. Sağalda bilməsəm, boynumu vurdur. Padşah razı olub İbrahimlə kağız üzərində müqavilə bağladı. Adam göndərdi qızının yanına. İbrahim girib Pərinuşun otağına, özündən başqa heç kimi otaqda qalmağa qoymadı. Qapıları bağlayıb 2 gün Pərinuşla qaldı. 2 gün tamam olanda İbrahim gəldi padşahın yanına. Ədəb salamını yerinə yetirdi, padşah İbrahimə yer göstərdi. İbrahim əyləşdi. Pərinuşu İbrahimdən xəbər aldı. İbrahim dedi: Ey padşah, Pərinuş sağalıb. Padşah İbrahimə inanmadı. Əmr verdi ki, İbrahimi saxlasınlar. Özü durub gəldi Pərinuşun yanına. Gördü ki, həqiqətən Pərinuş sağalıb. Oturub qızı ilə danışdı, biraz da əhval tutdu, gözlərinə inanıb durub gəldi vəzirin yanına və dedi: Vəzir, İbrahim Pərinuşu sağaldıb. Mənim də şərtim vardı. Kim qızımı sağaltsa, qızımın kəbinini ona kəstirib toyun edəcəm. Nə deyirsən? Mən bir tədbir görüm, yoxsa qız əldən çıxar. Vəzir fikrə getdi, sonra dedi: Heç əlac yoxdur. Ya Pərinuşu verməlisən, ya oğlanın başını batırmalısan. Padşah xəbər aldı ki, nə yolla? Vəzir dedi: Qəzvin şəhərində 7 dağ var. O dağların adına 7 dağ deyirlər. Göndər İbrahimi oradan alma gətirsin. Ora gedən hələ geri dönməyib. Padşah razı oldu və İbrahimin yanına gəlib dedi: İbrahim, gərək mən sənin mərifətini biləm. Əgər mənə 7 dağ almasından 3 alma dərib gətirsən, qızım Pərinuşu sənə verəcəm. Yox, əgər götürüb gələ bilməsən, mənim səninlə qohumluğum tutmaz. İbrahim razı olub özünü yetirdi Pərinuşun yanına və olanları ona danışdı. Pərinuş çox bilmiş idi. Bildi ki, bu vəzirin hiləsidir. Dedi: Gəl getmə, getsən qayıtmazsan. Atam səni gedər gəlməz yola göndərir. İbrahim razı olmadı. Çünki padşaha söz vermişdi və dedi:
7 dağ almasını 40 günə gərək gedib gətirəm. Pərinuş bu sözü eşidən kimi qara gözlərindən yaş axıtmağa başladı. Bir neçə damcı töküldü yanaqlarının üstə. İbrahim onu qucaqlayıb dedi: "Gəl sən 40 gün üçün darıxma, icazə ver gedim." Pərinuş razı olub İbrahimi yola saldı. İbrahim at minib üz qoydu şəhərdən çıxmağa. Az gedib çox dayandı, neçə mənzil keçib gəlib çatdı çöllü biyaban yerə. İbrahim bərk yorulmuşdu. Çəkib atını bir sərin bulağın üstündə yer saldı. Özü də uzanıb dincəlmək istəyirdi ki, bir dərədən tüstü çıxıb qalxdı havaya. Tüstünün içindən bir dərviş peyda olub, gəlib dayandı İbrahimin qabağında və dedi: "Ey İbrahim, neçə vaxtı sənin yolunu gözləyirəm. 7 dağ alması üçün getmə." İbrahim dedi: "Bir başa sal məni, görüm ora necə yerdir, hardadır?" Dərviş libas dedi: "İbrahim, gəl şərt kəsək. Mən sənə tilsimi öyrədim, sən də o almalardan birini mənə ver." İbrahim razı oldu. Dərviş libas İbrahimi götürüb apardı evinə. Tilsim kitablarını açıb tökdü qabağına. İbrahimi düz bir ay yanında saxlayıb tilsimi öyrətdi. Bir ay tamam olanda dərviş libas İbrahimi götürüb gəldi həmin yerə və dedi: "İbrahim, 7 dağ alması mənim qardaşımın bağındadır. Çox igidlər gedib tələf olublar. O almadan götürüb gələ bilməyiblər. Amma sən gedib götürüb gələcəksən. Buradan quş olub uçub getməlisən. 6 dağ aşarsan. 7-ci dağın döşündə o bağı tapıb düşərsən yerə. 2 ağacdan maşa düzəldib almalardan dər və çıxıb gəl. Qorxma, ağacda almalar dil açıb deyəcəklər ki, məni dərdilər, səs gələcək, kim dərdi? Deyəcək ki, ağac. Ağac ağacı dərməz. Bu kimi sözlər eşidəcəksən, qulaq asma. Çıx, gəl." İbrahim tilsimi oxuyub oldu bir quş, qanad çalıb qalxdı göyə. Gəlib çatdı həmin yerə. Gördü ki, bura 7 dağın döşüdür. Amma burada bir bağ var idi ki, gəl görəsən. Girib bağa ağacdan tez maşa düzəldib 3 alma dərdi. Almalar dil olub dedi: "Dərdilər, kim dərdi? Ağac. Ağac ağacı dərməz." İbrahim bunların sözünə baxmadı. Quş olub qalxdı göyə. Birdən yadına düşdü ki, dərviş üçün alma götürəcəkdi. Amma alma 3 idi. İbrahim dedi: "Allah vurmuşdu dərvişi." İbrahim göylə gedirdi. Dərviş də oturub İbrahimin yolunu gözləyirdi. Bu tərəfdən İbrahim yolu kəsmə vurub, kəsmə yolla özün yetirdi şəhərə. Şəhərin qırağında cildin dəyişib özünü yetirdi padşaha. Padşah gördü ki, İbrahim gəlib çıxdı. Almaları da özü ilə gətirdi. Boğazının yolu qurudu. İbrahim almaları padşaha verib birbaş gəldi Pərinuşun yanına. "İki aşiq qolboyun olub burada qalmaqda olsunlar. Sizə kimdən deyim? Padşahdan." Padşah vəziri çağırtdırıb dedi: "Vəzir, tədbir gör. İbrahim gəlib çıxdı. Almaları da özü ilə gətirdi." Vəzir dedi: "Gəl sən bu dəfə yolla İbrahimi Nil qoluna. Orada bir çay var. O çayın içində yanan əskilər var ki, gecə-gündüz əjdahalar o əskinin qarovulunu çəkirlər. İbrahim gedib salamat qayıtmaz." Padşah razı olub İbrahimi çağırtdırıb dedi: "İbrahim, gərək Nil qoluna gedib yanan əskilərdən mənim üçün gətirəsən." İbrahim razı olub bu səfər Pərinuş xanımın yanına getməyib, girib quş cildinə qalxdı göyə. Yetirib özünü Nilə, həmin qolu tapdı. Gördü ki, neçə-neçə parça əskilər suyun altında yanır. Amma burada 2 əjdaha yatıb. İbrahim biraz aşağı indi, qanadını suya vurdu, durna olub dimdiyini uzatdı və əskinin birini götürüb gəldi. İbrahim göylə gəlirdi. Öz şəhərlərinə çatmağa az qalırdı. Dərviş libas isə yerlə gedirdi və İbrahimi görüb quş olub qalxdı göyə ki, onu tutsun. İbrahim dərvişi görüb göydən endi və siçan olub bir deşiyə girdi. Anladı ki, belə olsa tutulacaq. Tüstü olub deşikdən çıxdı və şirə çevrilib dayandı. Dərviş pələng olub gəldi İbrahimin yanına. Durdular vuruşmağa. İbrahim şir cildindən çıxıb oldu bir ceyran, başladı qaçmağa. Dərviş it olub İbrahimi tutmaq istədi. İbrahim gördü ki, tutulacaq, bir tilsim oxuyub oldu bostan tağlarında bitən qarpız qovun. Dərviş olub bir bağban əlinə aldı bıçaq, başladı qarpız qovunu kəsməyə. İbrahim baxıb gördü ki, qoca dərviş bütün qarpızları kəsib qurtardı. Tez bir quş olub qalxdı göyə. Dərviş də qırğı olub qalxdı İbrahimi ovlamağa. İbrahim bir ovucdarı olub səpildi çölün düzünə. Bir giləsini atıb kolun dibində gizləndi. Dərviş hirsli-hirsli dedi: "İbrahim, ölən günündür."
Dərviş olub bir cücəli toyuq başladı darını dənləməyə. İbrahim bir tilsim də oxuyub tülkü oldu. Kolun dibindən çıxıb yapışdı dərvişin boğazından. Boğub onu öldürdü və yollandı padşahın yanına. Padşah İbrahimi görən kimi dedi: "İbrahim, əskini gətirdin?" İbrahim dedi: "Bəli, gətirdim." Padşah İbrahimin əlindən təngə gəlib dedi: "Cəllad, vurun İbrahimin boynunu." İbrahim bu sözü eşidən kimi çevrilib oldu gürzə ilan. Sərilib padşahın boynuna onu çaldı. Sonra vəziri də vurub öldürdü və Pərinuşun yanına gəldi. Pərinuş İbrahimi görən kimi onu qucaqladı. İbrahim bütün əhvalatı Pərinuşa danışdı. Pərinuş çox sevindi. İbrahim 7 gün 7 gecə toy eləyib Pərinuşu aldı. Öz atasını da yanına alıb xoş gün keçirməyə başladılar. Əziz balalar, yadda saxlayın. Kimi isə aldadıb incitmək yaxşı insana xas xüsusiyyət deyil. Odur ki, çalışın, dediyiniz vədlərə əməl edəsiniz. Göydən 3 alma düşdü. Biri bacadan baxanlara, biri nağılı söyləyənlərə, biri də nağıla qulaq asanlara. Onlar yedilər, içdilər, yerə keçdilər. Biz yedi içdik, dövrə keçdik.